Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə umadlı pirog hazırlığı edəcəyik. Qeyd edim ki, istifadə etdiyimiz stəkan ölçüsü 200 ml-dir. Keçək hazırlama qaydasına. Qaba əvvəlcədən 4 stəkan un əlavə etmişdim. Bu unun üstünə 1 stəkan yarım şəkər tozu əlavə edirik. Yenidən üzərinə 1 paket şəkərli vanilin əlavə edib qarışdırırıq. Sonra bu qarışımın üzərinə 1 stəkan duru yağ. Duru yağı kərə yağı ilə də əvəz edə bilərsiniz. 200 qram kərə yağını əridib qarışımın üzərinə də əlavə edib umacanına gətirə bilərsiniz. Qeyd edim ki, unun ölçüsü miqdarı kütlənin həcmindən və unun keyfiyyətindən də asılıdır. Burada mənim unum az olduğu üçün yarım stəkan da un əlavə etdim. Və yenidən omacanına gətiririk. Sonra bu omacan 1 stəkan götürürük üzəri üçün. Bişirəndə üzəri üçün səpməyə. Sonra 4 ədəd yumurtanı bir-bir əlavə edirik omacanın içinə. Bir stəkan qatı, 1 stəkan, 1 paçka qabartma tozu və bu qarışımı yenidən qarışdırırıq. Quru halına gətiririk. Özüm belə uzun versiya çəkirəm ki, yeni başlayanlar, yeni şirniyyat bişirən xanımlar üçün də asan üsul olsun. İstəyə görə unu az və çox da edə bilərsiniz. Mən unu biraz az etdim ki, belə yumuşaq bir xəmir alınsın. Sonra soba listini götürüb bu cürə yağlayırıq. Altına yağlı kağız sərməyə ehtiyac yoxdur. Onsuz da yapışan bir qarışım deyil. Sonra qarışımı əlavə edirik soba listinin içərisinə. Sonra qıraqda ayırdığımız 1 stəkan omacı üzərinə yavaş-yavaş əlavə edirik. Göndərdik sobaya və budur. %80 sobada yarım saat ən azı pişməlidir. Mən ununu az etdim ki, baxın bu cürə yumuşaq bir pirog alınsın. Amma siz ununu biraz əlavə edib ovulan, ağızda əriyən pirog da əldə edə bilərsiniz. Buyurun, hamınıza nuş olsun.